Mövzumuz günümüzdə olan şübhələrlə bağlıdır. Günümüzdə olan şübhələrlə bağlıdır. Şübhət hiyəl umur müştəbihə ləti lə yettədihli insan. O şübhələr ki, insan bilmir, yəni haqq hansıdır. Haqqın olub, deyək ki, nəyin haqq olduğunu bilmir. Onun üçün şübhəli qalır. Və yaxud da nəyin halal olub, haram olduğunu bilmir. Və hər bir müsəlmanın da şübhələrə qarşı mövqeyi necə olmalıdır? Yəni, şübhələrə düşməməlidir, şübhələrə getməməlidir, şübhələrə aparan yoldan kənar qalmalıdır, şübhə verən şəxslərdən kənar qalmalıdır. Və ona görə müsəlman dinini qoruması üçün, dinində sabit qalması üçün şübhələrə uymamalıdır. Və onun üçün də müsəlman nə etməlidir? Yəni, şübhədən qorunmaq üçün. Şübhə dönəmində, zamanında, məkanında, yəni elə yer var, o məkanda şübhələr yayılır. Elə zaman var, o zamanda şübhələr yayılır. Yəni günümüzdə deyək, şübhələrin çoxaldığı bir gündə yaşayırıq. Və şübhələr az bir müddətdə bütün dünyaya yayıla bilir. Sosial şəbəkə vasitəsilə. Buna görə müsəlman üçün də dinini qorumaq, imanını qorumaq çətin olur. Və bu səbəbdən müsəlman nə etməlidir? Üzərinə düşən odur ki, bu məsələlər, şübhəli məsələlərə yanaşmamalıdır, getməməlidir. Çünki şübhə olan məsələlər deyir ki, nədir? Əlləti lə yettədihli insan. Yəni, insan üçün bəlli olmur, aydın olmur. Əhiyyə haqqun ən batil. Yəni, bu elədiyim söz, etdiyim əməl və yaxud da dediyim söz haqdır, yoxsa batildir? Halaldır, yoxsa haramdır? Yəni, və minə şübhət əlləti yənbəğil muslim təcənnubuhə deyir ki, şübhələr də var ki, mümin ondan çəkinməlidir, uzaq qalmalıdır. Deyir ki, şübhət fil əqidə, müminin əqidəsində olan şübhələr. Yəni, bu kimi şübhələrdən qaçmalıdır. Misal üçün, şübhə gəlir ki, Allahın varlığına, Allahın olub-olmaması haqqında, şübhə gəlir Allahın kitabına qarşı, şübhə gəlir Peyğəmbərimiz s.ə.v hədislərinə qarşı, yəni şübhə İslam dininə qarşı, yəni bu günümüzdə olan, deyək ki, şübhələrdir. Görürsən ki, insanlar bugün Allahı inkar edirlər və Allahın kitabı olan Quranı, belə deyək, inkar edirlər ki, bu mənada inkar edirlər, deyir ki, Allahın kəlamı deyil və yaxud da Peyğəmbərimiz s.ə.v-in yazdığı bir kitabdır. Bu kimi şübhələr getirirlər insanlara. Və yaxud da Peyğəmbərimiz s.ə.v hədislərini qəbul etmirlər. Yalnız bir tayfa var ki, onlar Quranla kifayətlənirik deyir. Peyğəmbərimiz s.ə.v hədislərini qəbul etmir. Bunlar hamısı azğın firqələrin düşüncələridir, azğın cəmaatlardır. Və Allahın varlığını inkar edənlər, təbii ki, bunlar müsəlman sayılmırlar. Və sonra Quran-ı Kərimi şübhə edənlər ki, Quran Allahın kitabı deyil, bunlar da müsəlman sayılmır. Çünki Quran-ı Kərim hər bir müsəlman bilməlidir ki, Allahın kəlamıdır və Allahın kitabıdır, Peyğəmbərimiz s.ə.və vəhiy edib. Və onda heç bir nöqsan, eyib, heç bir şey yoxdur Quran-ı Kərimdə. Nə qədər də insanlar bugünkü gündə, Qurandakı səhvlər filan, çıxarmaya çalışsalar da belə, bunlar hamısı yalandır. Müminin, müsəlmanın etiqadı olmalıdır ki, Allahın kitabında heç bir nöqsan, eyib, xata, səhv, heç bir şey yoxdur. Bunu, adı kimi bəlli, yəqin olmalıdır ki, mümin üçün Quranda belə bir şey yoxdur. Ola bilər, sənə şübhə gətirərlər, sənin o mövzu haqqında bilgin olmaya bilər, elmin olmaya bilər, sənə şübhəli kimi görsənər. Amma sən bir məna olaraq qəbul edək ki, Allahın kitabı Allahın kəlamıdır, onda heç bir nöqsan, eyib, səhv, xata, heç bir şey yoxdur. Və sonra, dediyim kimi, şübhə nədə olur? İnsanın əqidəsinə salırlar. Allahın varlığına, Allahın kitabına, Peyğəmbər s.ə.v sünnəsinə, sonra İslam dininin əhkamlarına, bu şeylərdən qaçmaq lazım. Və digər şübhə də odur ki, insanlara şübhə gətirirlər ibadətlərində. Misal üçün, namazla bağlı. Namazı o qədər küçümsülürlər ki, namaz belə qılınmır, namazda filan şey yoxdur, namaz belə sizin bildiyiniz kimi deyil, belə bir şübhələr gətirirlər, Peyğəmbər belə qılmayıb,
bu kimi düşüncelerle yani müsəlmanları aldatmaya çalışırlar. Yani müsəlmanlara şübhə salmaya çalışırlar. Təbii ki, bunlar hamısı nədir? Yəni deyək ki, İslamın düşmənlərinin hiylələridir. Və müsəlman da belə şübhələrə getməməlidir. Belə fikirlərdən qaçmalıdır. Abdullah bin Məsud radiyallahu anh deyir ki, sahabə, "Mən kənə müstənnən fəliyəstənni bimən qad mətə." Bu, yəni Abdullah bin Məsudun sözü deyir ki, kimdənsə yapışacaqsa, kimdənsə tutacaqsa, yəni burada elm adamı qəsd olunur, din adamı qəsd olunur. Kim, yəni hansı ki ondan elm götürür, ondan faydalanır. Deyir ki, kimdənsə yapışacaqsa, yəni elmi götürəcəksə, ölənlərdən götürsün. Dirilərdən götürməsin. Niyə? Çünki dirilərin fitnəyə düşmə ehtimalı var. Yəni deyək ki, sənə bir xəbər gəlir. Bu xəbəri, yəni bu məsələni ölmüş insandan gəlir. Dünyasını dəyişmiş elm adamından gəlir. Bir də xəbər diri insandan gəlir. Hansı daha güclüdür? Çünki ölmüş insanın sözü daha mötəbərdir. Çünki o daha dəyişilməyəcək. O sözü nə idisə, o elə də deyək ki, dünyasını dəyişdi. Amma diri insan, diri elm adamları, sən onları da sabah fitnəyə düşən görə bilərsən. Sabah yəni dediyinin əksini deyən görərsən. Yəni təbii ki, dediyinin əksini deyəndə o məsələlər ki, yəni şəriətə müxalif olan, şəriətin əsaslarına müxalif olan fikirləri söyləyən görərsən. Ona görə Abdullah bin Məsud deyir ki, yəni əmin olmaq üçün, yəni daha da yəni möhkəm olmaq üçün ölənlərdən möhkəm yapışın. Çünki sağ olanların fitnəyə düşmə ehtimalı var. Onlar fitnəyə düşə bilərlər. Necə ki, günümüzdə görürük ki, qardaş və yaxud da hər hansı bir insan, elm adamı olsun və yaxud da sıravi insan olsun, məsciddədir, sıralı namazlarda, sıralarımızdadır, amma sabah görürsən ki, məscidi tərk edir və yaxud da filan kəs elm adamı idi, tanınırdı, görürsən ki, başqa bir firqəyə keçib. Və ona görə, yəni deyir ki, yapışarkən, yəni deyir ki, o əsas məsələləri götürməyə istəyirsinizsə, daimə necə insandan götürün? Ölmüş elm adamlarından götürün. Abdullah bin Məsudun sözü bu mənanı daşıyır. Sonra mövqifil el-muslimin şübhət. Müsəlmanın şübhələrə qarşı mövqeyi necə olmalıdır? Yəni bu zamanda, günümüzdəki zamanda şübhələrin çoxaldığı bir dönəmdə müminin mövqeyi necə olmalıdır? Müsəlmanın mövqeyi necə olmalıdır? Yəni müsəlman şübhələri dəf etmək üçün, yəni mən şübhəni dəf etdim, mən şübhəyə getməyəcəm, bu kifayət deyil. Şübhələri dəf etmək üçün, şübhələrdən kənar qalmaq üçün Allahın kitab və sünnəsinə, yəni Allahın kitabına və Peyğəmbərimiz s.ə.v-in sünnəsinə sarılmalıdır. Yəni şübhənin həlli yolunu orada axtarmalıdır. Şübhədən çıxış yolunu kitab və sünnədə tapmalıdır. Tamam mı? Yəni ona görə fəyərdir şübhət ilə kitabillah və sünnət-i Rasulullah və fəhmü sələf. Yəni sənə çatmış şübhəni kitab və sünnəyə təqdim elə, yəni qaytar və sələf salihin düşüncəsinə qaytar. Yəni həlli yolunu orada axtar. Şübhənin, yəni sənə verilən şübhələrin müalicəsi, həlli yolu kitab və sünnəyə sarılmaqdadır və sələf salihin düşüncəsinə qayıtmaqdadır. Və ikinci, şübhələrdən qorunmaq üçün bir digər səbəb də talabul ilmi şəri elm tələb eləmək. Yəni insan şəri elm öyrəndikdə, yəni əqidə məsələlərini, usul məsələlərini, dinin əsaslarını öyrənərsə, ona gələn şübhələr ona təsir etməz. Çünki insanda elm olduqda şübhə ondan yəni yan keçər. Yəni şübhə əsas kimə də yəni təsir edir? Elmi olmayan insanlara. Yəni şəri elmi olmayan, biliyi olmayan insanlar həmən şübhəyə düşürlər. Və buna görə də şübhələrə düşməmək üçün, yəni o şübhələrə deyək ki, girməmək üçün şəri elm öyrənmək lazım. Şəri elm dedikdə də yəni insan əqidəsini, kitab və sünnəni öyrənməsi, sələfin düşüncəsini, əqidə məsələlərində, üstəlik də belə deyək, o məsələlər ki, İslamın əsaslarıdır. Bunu bilməsi lazımdır. Ən çox yəni düşmənlər, yəni İslamın düşmənləri
insanlara İslamın əsasları ilə şübhələr gətirirlər. Misal üçün, bax, Allahın varlığı ilə şübhə gətirirlər. Və yaxud da Quran-ı Kərimə qarşı şübhə gətirirlər. Peyğəmbərimiz s.ə.v hədislərinə qarşı şübhə gətirirlər. İslam dininin ümumilikdə İslam dininə qarşı şübhə gətirirlər. Və buna görə müsəlman bu şübhələrdən qorunması üçün üzərinə düşən şəri elm öyrənməsini. Çünki Allah Teala deyir ki, "Fəsəlu əhlə zikri in kuntum la ta'lemun." Bilmədiyiniz halda zikr əhlindən, elm əhlindən soruşun. Yəni bu deməli bu soruşmaq, öyrənmək, bunlar hamısı səni dinində sabit qalmaq üçün səbəbdir. Bir digər şübhələrdən qorunmaq üçün bir digər səbəb də ədəm tətəbbü şübhət. Yəni insan şübhəli məsələlərə qarışmamalıdır. O məsələlər ki, şübhəlidir, yəni bilinir ki, o yəni haqq olmayan məsələlərdir, şübhəli məsələlərdir. O məsələlərdən nə etmək lazım? Qaçmaq lazım, tabe olmamaq lazım. Və şübhəli insanlara qulaq asmamaq lazım, şübhəli toplumda oturmamaq lazım, şübhəli insanlardan elm götürməmək lazım, şübhəli insanlardan elm öyrənməmək lazım, onlarla dostluq etməmək lazım. Yəni insan dinində sabit qalması üçün, şübhələrdən əmin olması üçün, yəni kimə gəldi, kimlə gəldi gəzməməsi, kimlə gəldi oturmaması, kimlə gəldi elm götürməməsi, bu önəmlidir yəni. Yəni bu zaman, yəni belə edərsənsə, o zaman dinində sabit qala bilərsən. Sonra deyir ki, "Ər-rucu ilə uləmə ət-thiqat." Və şübhələrdən qorunmağın bir digər yəni yolu da, yəni doğru, düzgün elm əhlinə qayıtması, tanınmış elm adamlarına qayıtmaq. Kimə gəldi, yox. Sosial şəbəkədə qarşına çıxır, bəlağətli danışan, özünü tanımırsan, görürsən gözəl danışır, Qurandan kəlmələr deyir, ayətlər gətirir, hədislər gətirir. Bu yetərli deyil. Yəni şübhələrdən qorunması üçün müminin şübhələrdən qorunması üçün nə etmək lazımdır? Etməsi lazımdır. Tanınmış elmi ilə, əməli ilə tanınmış, bilinmiş elm adamlarından elm öyrənmək lazım. Şəri elmləri ondan götürmək lazım. Onlara dönmək lazım. Şübhəli məsələləri onların vasitəsilə həll etmək lazım. Av işgal yesəl əhl-i ilm el-ma'rufin bil-ilm və sünnə. Dediyim kimi, yəni elm adamlarına dönmək, hansı ki o elm adamları elmi ilə, yəni əməli ilə tanınmış elm adamları qəsd olunur. Dediyim kimi, yəni şəri elm tələb etmək lazım şübhələrdən qorumaq üçün. Çünki bəzən ola bilər, yəni şübhənin cavabı var. Bütün şübhələrin cavabı var, əlhəmdülillah. Lakin sən bilməyə bilərsən. Sənin yəni bilgin olmaya bilər. O zaman sən nə edəcəksən? Şübhəyə düşəcəksən. Ona görə diqqətli olmaq lazım ki, yəni bu məsələlərdə yəni insan oyaq olmalıdır ki, şübhələrə düşməsin. Və digər səbəb də şübhələrdən qorunması üçün çoxlu dua etmək. Yəni mümin daimi dua etməlidir ki, Allahım məni dinində, imanımda sabit et. Yəni bu duanı unutmayın, bu duanı əsirgəməyin. Yəni müminin sabit qalması önəmlidir. Dinində, imanında sabit qalması önəmlidir. Və ona görə yəni şübhələrdən qorunması üçün də mümin bu duanı etməlidir. Necə ki Peyğəmbərimiz s.ə.v belə dua edərdi ki, Allahümə ya muqalbəl qulub thəbbit qalbəl dinik. Ey qəlbləri çevirən, qəlbimi dinində sabit et. Peyğəmbərimiz s.ə.v bu duanı edərdi. Və digər qorunma səbəbi də şübhələrdən husnü zənni billah və bidinihi, Allaha qarşı gözəl zənn etmək. Şübhələr gəldikdə, şübhələr eşitdikdə daim, heç vaxt dəyişilmə. Allaha qarşı daimə nə et? Gözəl zənn et. Allahın dininə qarşı gözəl zənn et. Niyə? Çünki fəl-mu'min ya'lem ennel haqq la yetenaqad. Məsələn, mümin bilir ki, haqq, yəni belə deyək də, naqis deyil. Haqq haqdır, yəni, tamamdır, kamildir. Və ennəmə əşkələ aleyh fələhu cavabun və illəm ya'ləm. Ola bilər ki, yəni sən hər hansı bir məsələni sən bilmirsən. Sənə şübhə gəlir, sənə şübhə verirlər, sən məsələni bilmirsən və sən məsələni bilməyəndə həmən şübhəni qəbul etmə. Sən Allaha gözəl zənn elə. Yəni Allaha qarşı sənə şübhə salırlar. Allahın varlığı ilə bağlı, Allahın kitabı ilə bağlı, Allahın peyğəmbəri ilə bağlı, Allahın peyğəmbərinin hədisləri ilə bağlı, İslam dini ilə bağlı sənə şübhələr gətirirlər. Sən bir məna olaraq Allaha qarşı nə etməlisən? Gözəl zənn etməlisən ki, bu ola bilməz.
və dininə qarşı gözəl zənn eləməlisən ki, İslam dinində belə bir şey ola bilməz. Mənim bilməməyim, yəni onun olmağı, yəni o şübhənin varlığına əsas deyil. Ola bilər mövzunu mən bilmirəm, amma yəni həllini elm əhlində yəni cavabını tapa bilərəm. Amma insanların şübhəsinə həmən uymamaq lazım. Həmən getməmək lazım. Ve buna göre de kâle cevap ve inlem ya'lem. Kâle İmam Abdullah bin Mesud. Abdullah bin Mesud radıyallahu anh diyor ki sahabe. İttebi'u ve la tebtedi'u. Daima çalışın tabi olmaya. Neye? Kitap ve sünneye ve selef-i salihin yoluna. Diyor ki tabi olun ve yeniliklere uymayın veyahut da yenilikler getirmeyin. Niye? Fakat kufitum. Artık siz yani size verilenle kifayetlenmişsiniz. Yani size verilen nedir? Yani Kur'an-ı Kerim ve Peygamberimizin gelişi, Peygamberimiz sallallahu aleyhi ve selleme nazil olan vahiy ile yani kifayetlenmişsiniz. Ona göre yeniliklere gitmeyin. Yani daima kitaba ve sünneye, selef salihe tabi olun. Ona göre Abdullah bin Mesud diyor ki ittebi'u, tabi olun ve yenilikler etmeyin. Ve sonra fel muslim yecma' beynel ilm en-nafi' ve sebat ala böylelikle şüphelerden korunması için Müslüman daima ilim, menfaatli ilim ve sebat ala sünne, menfaatli ilim elde edir ve sünnenin üzerinde sabit kalması için çalışır, çaba gösterir ve hadar mine şüphat ve rucu ile ehlil ilim hatta yani ve şüpheli meselelerde ilim ehline gaydır ki salamat kalsın diye. Şüpheli meselelerde yani ilimin yoktursa, bilgin yoktursa onu öz özlüğünde araştırma. Yani çalış mütlak yani onun ehline gayet. Dini meselelerde, dinin esasları olan meselelerde her hansı bir şüphe gelirse onun həlli yolunu ilim ehline dönmeyle həlini aktar. Yani öz özlüğünde veyahut da yani sana şüphe salan insanda cevap aktarma ona. Ve kâle Muhammed bin Sirin, rahimahullah diyor ki inne hâzel ilme dinun. Diyor ki yani bu ilim dindi yani bizim şer'i öğrendiğimiz ilim din sayılır. Ve fanduru ammen te'khudun dinekum ve böylelikle insan dinini daima baksın kimden götürür, kimden öğrenir. İnsan dünyavi meselelerde ev tikende, maşın alanda, her hansı bir sahede dünyavi görürsen en gelir mütəxəssis aktarır. Niye? Yani səhvə yol vermesin. Çok rasxodu olmasın. Bütün yani menfaatler için eləyir. Bu her hansı bir menfaati elde etmek için bunu edir. Yani mümin yani dinini yani elimini yalnız elim aldıkta, dinini öğrendikte baksın ki kimden elimi öğrenir, kimden götürür. Ona bigane yanaşmasın da yani sıradan bir şey kim yanaşmasın. Yani düz de olsa, səhv de olsa, yaxşı da olsa, pis de olsa ben bundan götürürüm, bundan öğrenirim. Bu düzgün fikir değil. Bu düzgün değil. Yani elim din olduğu için ve Muhammed ibn Sirin rahimahullah der ki bakın dininizi kimden götürürsünüz, kimden öğrenirsiniz. Ve Süfyan-ı Sevri rahimahullah der ki innema summiyet şübhetun şübhe lienne tuşbihul hak. Der ki şübhe ona göre şübhe adlandı ki çünkü hakkı okşuyor. Şübhe ona göre şübhe adlanır ki çünkü hakkı okşuyor. Aydın oldu mu? Yani insan yani şüpheye uyursa, tabi olursa demeli onu hak görüp tabi olur. Kiminse şüphesine hak görerekten tabi olur. Ama normalde o şüphedir. Normalde əslində baksan görersen ki o şüphedir. Hak değil, uydurmadır. Ama yani İbn Sirin Süfyan-ı Sevri rahmetullah diyor ki şüphe ona göre şüphe adlandırdı çünkü hakkı okşuyor. Ve bunu böyle olduğu halde arkadaşlar yani mümin yani şüphelerden kaçmalıdır. Şüpheli insanlardan yani şüpheli insanların söhbetinden kaçmalıdır. Onların söhbetine kulak asmamalıdır. Onlarla oturmamalıdır. Yani o insanlar ki İslam'ın ehkamlarına, Allah'a karşı şüpheler salırlar, yayırlar ve o şüphelere insanları çağırırlar. Onlardan uzak kalmak lazım. Bak bu günümüzde bu mevzu çok yani büyük bir mevzudur. Şüpheler mevzusu.
Bugün sosial şəbəkəni açsan, 5 dənəsindən 3-ü İslam'a qarşı danışır. Və hamısı da İslamı gözdən salmaq üçün nə eləməlidir? Şübhə gətirməlidir. Necə şübhə gətirməlidir? Böyük şübhələr gətirməlidir. Allah Teala ilə bağlı, Allahın varlığı ilə bağlı, Allahın kitabı ilə bağlı, Allahın peyğəmbəri ilə bağlı. Böyük məsələlərdən yəni girişirlər ki, insanları, müsəlmanları diksindirsinlər və yaxud da insanlara şübhə salsınlar. Və buna görə diqqətli olmaq lazım. Dinimizi qorumaq istəyiriksə, əqidəmizi qorumaq istəyiriksə, dinimizdə sabit qalmaq istəyiriksə, şübhəli insanlardan kənar qalmaq lazım. Şübhəli məsələlərdən kənar qalmaq lazım. Kimə gəldi qulaq asmamaq lazım. Və Allaha qarşı yadda saxlayın daimə, yəni Allaha və onun dininə, onun peyğəmbərinə qarşı daimə nə etmək lazım? Gözəl zəndə olmaq lazım. Əgər sən gözəl zəndə olarsansa, yəni sənə gələn şübhələr təsir eləməyəcək. Mütləq Allahın kitabına qarşı gözəl zəndə olmaq lazım. Peyğəmbərə qarşı gözəl zəndə olmaq lazım. İslam dininə qarşı gözəl zəndə olmaq lazım. Çünki onlar bu əsaslardan yəni girişirlər insanlara qarşı. Və buna yəni bir məna olaraq sən Allaha qarşı gözəl zəndə olsan, şübhə sənə təsir eləməyəcək. Allahın kitabına qarşı gözəl zəndə olsan, şübhə sənə təsir eləməyəcək. Peyğəmbərə qarşı gözəl zəndə olsan, şübhə sənə təsir etməyəcək. Yəni bu deyək ki, minvalda hərəkət edəsək, bu şəkildə yəni hərəkət edəsək, o zaman yəni şübhə verənlərin şübhəsi bizlərə təsir etməyəcək. Allah Teala bizi dinimizdə, imanımızda sabit eləsin. Bizə haqqı haqq kimi göstərib ona əməl edənlərdən və batili batil kimi göstərib ondan çəkinənlərdən etsin. Allah sizdən razı olsun, qardaşlar.